İmam Sadiq əyləşmişdi. Bir neçə nəfər də onun yanında oturmuşdu. İmam Sadiq bir nəfərdən söhbət düşdü. Hamı onu pislədi. Hamı pislədi. Bir dənə İmam Sadiq dedi, yox, cənnət əhlidir. Belə baxdılar, dedilər, o cənnət əhlidir. Dedi, bəli, o cənnət əhlidir. Dedi, niyə elə deyirsən? Dedi, o bir gün evdən çıxmışdı. Yol gedirdi. Bir nəfər yerdə yıxılıb qalmışdı. Yatmışdı. İmam o şəxs deyir, getdi evdən nəsə gətirdi, örtdü üstünə. Çıxdı, getdi. O kəs durdu, gördü üstünə nəsə örtüblər. Ondan sonra mömin idi, əlini qaldırdı, bir dua elə. Dedi, Allahım, onun aqibətini bir xeyr elə. Onun şəxsin duası qəbul olub, onun aqibəti yaxşı olacaq. Dedilər, biz gerək bunu çatdıraq da ona. Dedilər, gedin çatdırın, İmam da gedir. Gəldilər, filan kəs İmam Sadiq ilə görüşmüşdü. Hamımız belə dedik, İmam Sadiq belə dedi. Dayandı, dedi, hə, yadıma gəlir hadisə. Mən belə bir yaxşılıq eləmişəm. Amma orada heç kəs yox idi, o yatmışdı. Dedi, İmam dedi bunu bizə. Dedi, Allah bir dənə yaxşı əməli bu qədər dəyərləndirib.